Xəbərə keçməmişdən öncə videonu like edib kanala abunə olun ki, xəbər hər kəsin qarşısına çıxsın. Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik davranışlar və yayımlar edən daha bir tiktoker həbs edilib. Oxu Az Unikal Az'a istinadən xəbər verir ki, TikTokda Şəkili Pərviz ləqəbi ilə tanınan Alxasov Vahab Vüqaroğlu polis əməkdaşları tərəfindən saxlanılıb. 1990-cı il təvəllüdlü tiktoker barəsində protokol tərtib edilib və ona qarşı İnzibati Xətalar Məcəlləsinin 388.1 maddəsi ilə ittiham irəli sürülərək məhkəməyə göndərilib. Yasamal rayon məhkəməsində keçirilən prosesdə Vahab Alxasov barəsində 25 günlük inzibati həbs qərarı elan edilib.